Dövrümüzdəki qadınların kriminal oğlanlara olan marağının səbəbi nədir? Son dövrlərdə tez-tez görürük ki, qadınlar normal iş güc sahibi olan kişilər əvəzinə qatil, qarətçi və oğru tipli kişiləri seçirlər. Əziz normal qardaşlar, narahat olmayın. Bunun psixoloji bir səbəbi var. Hibristofili anlayışı ilə tanış olun. Bu cinayət işləyən şəxslərə qarşı cinsi maraq duyan insanlara deyilir. Hər nə qədər kişilərdə də rast gəlinsə də ümumilikdə qadınlara aid edilir. Hibristofilinin digər adı isə Bonnie və Clyde sindromudur. Bu ad Bonnie adlı qadının anasının maşınını oğurlayan Clyde adlı oğlana aşiq olub onunla qaçmasından götürülüb. Hibristofili ümumi olaraq iki yerə bölünür: passiv və aktiv. Passiv forması uzaqdan sadəcə maraq duymaqla olur. Məsələn, bir mafiya serialındakı qatilə cinsi maraq duymaq və ya ondan xoşlanmaq kimi. Aktiv forması isə bu marağı açıq şəkildə bildirməklə və hətta birbaşa münasibət yaşamaqla olur. Hibristofili diaqnozu qoyulan qadınlarda üç əsas meyil diqqət çəkir. Birincisi onun itaətkar bir qurban olmasıdır. Bu hala gündüz verilişlərində də tez-tez rast gəlirik. Sevgilisindən və ya ərindən zorakılıq görür, amma yenə də ona qayıdır. Və ya eyni tipli başqa birisi ilə münasibət qurmağa davam edir. İkinci meyil onun gücü sevən bir narsist olduğunu göstərir. Cinayətkar bir insan müəyyən mənada gücü təmsil edir. Qorxu ilə ətrafına istədiyini qəbul etdirə bilir. Qadınlar da bunun fərqindədir və bunu bilir. Üçüncü və ən önəmlisi isə təkamül prosesindən qaynaqlanan güclü bir kişidən güclü bir uşaq doğar instinktidir. Yəni sonrakı nəslin də güclü bir şəkildə davam edəcəyi düşüncəsidir. Qısası qadınların normal kişilər əvəzinə cinayətkar oğlanı seçməyinin səbəbi romantik mən onu adam edərəm düşüncəsi deyil, bir cinayətkara qarşı duyulan cinsi maraqdır.